Musa Peyğəmbər deyir, İnnə məyə Rabbi səyəhdir, mənim Rəbbim var. O yol açıcı. Bu ayə həqiqətən kim ki belə çətinliyə düşür, bu ayəni gətirsin zehninə. İnnə məyə Rabbi, mənim Rəbbim. Bitti, səyəhdir. Amma boynuma düşənləri icra eləməklə, diqqət elə. Musa Peyğəmbərə Allah nə deyir? Deyir, gecə vaxtı çıx. Firon bilir axı onu nəsə eləmək istəyəcək, deyir, gecə vaxtı. Niyə deyir gecə vaxtı çıx? Gündüz yerdə, gecə bir taktikidir də. Yəni sən, mən yaracam dəryanı, amma sən boynuma düşən eləyir. Bəli. Daha hər şey Allah üstə yıxmır. Sən öz işlərini gör, gecə çıx. Sən tədbirli ol yəni. Sən tədbirli ol, təqdir mənlik. Sən tədbirli olsan, Nil çayında yararam. O mənlikdir. Sən boynuma düşən elə. Biz öz boynumuza düşənləri etməyib, istəyir hər şey Allah eləsin. Başa düşürsən? Oturmuşuq evdə, deyir, mənə dua eləməsə ailə qurmağa, bir özün də bir cəhd elə, bir qapı döyginə, getginə. Sən hələ buradan dua eləməklə deyir ki, yaxşı, bu ümumi mövzularda deyə. Yəni, insan istəmir cəhd eləsin. İnsan istəyir hər şeyi Allah eləsin, bu da otursun, seyr eləsin. Tamaşaçı olmaq daha xoşdur. Səhnəyə girmək istəmir. Başa düşürsən? Səhnəyə girsən, əziyyət çəkməksən. Allah deyir, keç səhnəyə bir göstər bir səhivi. İstedadlarımı qoy ortaya, ondan sonra mən apararam səni. Hələ onunla da mən apararam, ola da mən sənə vermişəm. Nəyim var ki, kim verib sənə, mən vermişəm də. Mən sənin əlindən tutaram. Təqva budur. Allah yol göstərəcək, yol açacaq, başqa yolda yoxdur. Bu, narahat olmuyor. Yox, insan məsələn, deyirsiniz, təqvalı olsam, ruzi qapım bağlanar və s. Bu, yanlış baxışdır. Mən İmam Hüseyndən bir kəlmə yadıma düşdü. Bir insan əgər bir yola, bir məqsədə, haram yolla getmək istəyirsə, günbəgün məqsədindən uzaqlaşar. Qorxduğu başına gələr. Bir insan məqsədə yetişmək istəyir, haram yolla. Getdiyi məqsəddən günbəgün uzaqlaşar, qorxduğu da başına gələr. Nə qorxursun? Sən ilahi məqsədə düz yolla get. Necə gəldi, haram bilmir, hiylə bilmir, kələk bilmir, onu aldatmaq, bunu aldatmaq, yalan bilmir, tək məqsədə yetişim, məqsəddən anbaan uzaqlaşarsan, özün xəbəri yoxdur. Sən elə bilirsən, geyirsən qabağa. Yəhsəbu zəmanı ma'ən. Quranda deyir, uzaqdan baxır, əmaluhum kəsərab, uzaqdan baxır, elə bilir sudur. Yaxınlaşır ki, su deyil, ilğımdır. Sən elə bilmirsən sudur. Yaxınlaşanda görürsən, su deyil ki, ilğımdır. İlğım rusisində yenə miraj. Sərab da Qurandadır. İnsan yaxın görür bir şeydir. İnsan haqq yolu gəlir, haqq yoluna, haqqla getsin. Batinlə yox. Düz yol, düz getginə. Və get məqsədə təqva da odur. Ki, insan əgər təqva olsun, narahat olmaz, Allah qapılar açar.